Yepyeni bir videodan hər birinizə salamlar. Bildiyiniz üzrə mən Slexer. Bu videoda fərqli bir dənə oyun videosu çəkəcəm və Brawl Stars videosu çəkəcəm. Brawl Stars'da duello modunda oynuyorsunuzsa maxlamalı olduğunuz 6 dənə karakteri deyəcəm. Bu 6 dənə karakterin hər birini maxlasanız inanıram ki, girdiyiniz maçların əksəriyyətini qazanacaqsınız. Çünki karakterlər çox güclü karakterlərdir. İlk öncə biz duello modunu seçirik. Ondan sonra bakın indi mənim önerəcəyim 6 karakterdən ilk üçü ekranda gördüğünüz Colette, ondan sonraki karakterimiz ise Artie, ondan sonraki karakterimiz ise Griff'dir. İndi hansını niye seçsem masa keçeyim, maçın içerisinde diyeceğim. Masa keçdik, yavaştan bütün karakterlerde size danışım en yaxşısı. İlk karakterimiz Artie'dir. Artie'ni ilk karakterde işletmemin 2 dənə səbəbi var. İlki ultisi sayesinde, aksesuar sayesinde direkt ulti ile başlayırsınız. Diğeri ise karakter yaxın mənzilindən çox güclüdür. Edgar kimi karakterləri çox rahat handlayabilirsiniz. Ona görə də əsasən mən çalısı çox olan maplərdə istifadə edirəm. Belə maplərdə də istifadə edə bilərsiniz. Artie o qədər güclü bir karakterdir ki, mən onu ilk gündə, yəni bir gündə 1000 kupaya kadar kastım. İkinci karakterimiz ise Colette'dir. Colette'in burada olmanın en büyük sebebi hiper şarjı ve hasar kombosudur. Hasar kombosu nedir bilmirsinizsə, bir neçə dənə karakterlerde var bu. Bunlardan biri de Colette'dir. Colette ile 2 dənə vuruş atıp daha sonrasında eğer ultinizi işlətsəniz oyundaki her bir karaktere tek atabilirsiniz. Bunu da videoda gösterdim ben. Ben orada bu arada Artie'ni saldım, maçları sonradan seslendirdim. Gördüğünüz gibi Crow'a 2 dənə vuruş, bir dənə də ulti ilə direkt öldürdüm. Bir diğer karakterimiz ise Griff'di. Griff'in en büyük burada olmalarının sebepleri hiper şarjı ve hasarının böyük olmalıdır. Bir de aksesuarından istenilen bir divarları kırabilir. Ondan sonraki savaşçılarımızdan biri Otis'ti. Biri Spike'dı ve biri de ki adı adımdan çıxdı karakterin. Bir de Jin'di. Bu 3 karakteri seçməyimin en büyük səbəblərini deyəcəm. İlk öncə Otis və Spike'ın hasarları çox böyükdür. Spike'ın buff'li hiperi çox güclüdür. Eyni şəkildə buff'li aksesuarı da direkt adamları sərsəmlətir eləyir. Burada aksesuarı əlimdədir, palet eləməyin. Neyse, Spike'la gördüğünüz kimi eyni şəkildə bu bir dənə divarlar olur, bir dənə blokluq. Onlara hər iki tərəfindən vursanız adam hasar yiyir hər cür. Yəni tensay deyilsə hasar yiyir. Ondan sonra Otis'in ve Jin'in en büyük sebeplerine diyeceğim. Jin'de bayaq dediğim hasar kombosu mövcuddur. Otis'te ise bildiğiniz kimi ultisinden adam vurabilmir ultisini attıktan sonra. Bu da Edgar kimi karakterler çok rahat antiləməyinizə sebep olur. Karakterin aksesuarı da çok yaxşıdır məncə. Aksesuarı direkt belə bir blokluq yerlərə atanda adam hər cürə hasar yiyir. Yani bir cızda olsa o divarın dalından da hasar yiyir. Gördüğünüz gibi burada söz mənə heç hasar verə bilmədən onu çok rahat bir şekilde öldürürəm. Bizdə də hasar verə bildi, onu da mənim safim yüzündən verdi. Bir diğer karakterimiz ise Jin karakteridir. Bu karakterin ise burada Otis salıb boy göstərim sizə Jin'i. Otis karakterini saldım ve Jin karakterindən keçdim. Bu arada oyunu çok uzun zamandır oynuyorum. Burada gördüğünüz kimi heç hasar almadan hasar vurmaya çalışıram. Bizdə dənə mərmi yedim gördüğünüz kimi. Tez dala çəkilib həm gülləmi həm də canımı yığmaya çalışdım. Ondan sonra adama yavaş yavaş baskı eləməyə başlayıram. Adamın yerini dəyişdirməyə məcbur eləyirəm orada. O vurur ama dostlayıram. İstədiyim yerə gəldi. Burada ise artık ona o saçaqlarla vurmaya çalışıram ki canını azalda bilim. Sonra gülləmi dəyişdim. Ultimi salladım, tutabilmədim. Burada aksesuarı düz mən basanda o da aksesuarı bastı. Ona göre yani aksesuardan etkilənmədi. Normalde qazda öləcəkdi ama belə də çox asan bir şəkildə öldürdüm. Yani bu 6 karakterin her birinin necə oynamalı olduğunuzu gösterdim. İstəsəniz fərqli bir dənə videoda yine maxlamanız gereken bir neçə karakteri sizlere deyə bilərəm. Bundan başka eğer istəyirsinizsə bir dənə də maçı mən danışmayayım. Eləcə arkaya mahnı qoyum, siz izləyin.
Bu konudan girəcəm maça. Maçda mənə dislike atır və sonuçlarına qatlanır. Bay bay. Abunə olub like atmayı da unutmayın. Bir belə əziyyət çəkirəm. Ən azından bir qarşılıq verin.